Yəni bəzən insan deyə bilər ki, mənim o qədər malım da yoxdur və ya tanışdığım da yoxdur, elmim də yoxdur. Mən necə xərcləyim? Bir dəfə Ayşə anamız radiyallahu anhə üzüm dənəsini sədəqə verir. Salxımdan bir dənəni sədəqə verir. Sonra ayəni oxuyur. Fəmən ya'məl misqalə zərratin xeyran yara. Yəni kim zərrə qədər bir xeyir əməl edərsə onu görəcəkdir. Və sonra deyir ki, bu üzüm dənəsində nə qədər zərrələr vardır. Ona görə də insan etdiyi yaxşılıqlardan heç bir şeyi aşağı görməməlidir. Ola bilər o bir dənə onun cənnətdən xilas olmasına səbəb olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, fəttəqun nara vələv bişiqqi təmrah. Xurmanın yarısını belə verərək cəhənnəmdən qorunmağa çalışır. Deməli, artıq bəhanə yeri qalmır. Bundan nə sədəqə olacaq? Xeyr. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, yəni insanı hazır su qabından başqasının qabına tökməsini belə aşağı görməsin.